Bunun zamanı var, vaxtı var. Ancaq bunu demək lazımdır. Bu sadəcə olaraq uşaqdır. Yavaş-yavaş hazırlamaq lazımdır. Məncə bəyənəcəksən. Mənim anam var. Mən öz anamı istəyirəm. Leyla xanımdan bir xəbər yoxdur. Bizim oraya gelip titizlikle ölçüler götürmemiz gerekiyor. Milyonçu nə oldu? Sərxan bəy nə oldu? Neyini bilmir? Canın azad elə. Bunu istəyirəm. Uşaq sənin oyuncaq oxşatdı. O bunu danışır o. Əlimi dəyiş, otur maşına. Get biraz oynayar, buraxar səni. Amma eləyirlər ki, sındırmasınlar. Çıxart onu oradan. Boğuldu. Başınız qaçıb əvəz. Dayan. Oyun pullandı. 3000. 3000 manat? Yox, dollar. İt dəftərində adım var, ya da borca görə. Heç bir yerdə adım yoxdur artıq. Hər yerdə borclardan silinmişəm, tərtəmizəm. Necə deyərlər, çisti kreditli liniya. Sizdə babaş yoxdur. Alabaşı nə edirsən, Sən məndən görə nə eləmək lazımdır? Səni gizlədirəm. Səhər də məktəb adı ilə çıxırıq, gedirik Gəncə. Çingiz bəy, inanıram ki, ananızı taparsınız. Bizim çantadır bu. Yox, Mən nə elədim ya? pullar getdi. Məktəbə gəlməyib, Məktəbə daxil olub, sadəcə gizli şəkildə çıxıb məktəbdən. Ay yox, Gəncə uzaqdır. Gəl Yevlaxa qədər aparım, oradan özün gedərsən. Görürəm nəsə kefin ufun yoxdur. Gəl bir anekdot danışım. Rıza, Çingiz hardadır? Gəncəyə getdi, Kimdən Gəncəyə gedib o? oyuncaqla. Səncə bağışlayacaq mənə hər şey öyrənəndən sonra? Sən bilərsən, amma məncə hər şey öyrənməyin vaxtıdır.